Azərbaycanlı UFC döyüşçüsü, MMA-də, Muay Thai-da dəfələrlə zirvə görən Rafael Fiziyevi 8 martda ciddi sınaq gözləyir. Rəqib isə yüngül çəkidə dünya brendi Justin Gaethje'dir. Bu döyüş Fiziyevə görə rovanş, Justinə görə isə çətin tapılan rəqib kimi adlandırıla bilər. Bunun səbəbləri isə çoxdur. 19 yanvarda edilən elana görə UFC 313 turnirində son illərdə öz adından çoxca bəhs etdirən Dan Hooker ilə Gaethje ringə çıxmalı idi. Lakin Hookerin əlindən zədə alması bu döyüşün ləğvinə gətirib çıxardı. Uzun sürən axtarışlardan sonra Taylanddan təmsilçimiz Rafaeldan müsbət cavab gəldi. İl yarımda oktagondan uzaq qalan Fiziyev ciddi risk alsa da, sosial şəbəkələrdə etdiyi paylaşımlara görə revanş istəyi ilə alışıb yanır. 2023-cü ildə UFC 286-da baş tutan görüşdə hakimlərin qərarı ilə Justinə uduzan Rafael Fiziyev bütün açıqlamalarında nəticənin ədalətsiz olduğunu vurğulayıb. Martın 8-də 11 döyüşün olacağı UFC 313 gecəsində Justin Gaethje Rafael Fiziyev dueli main cardda yer alır. Bəs sizcə Fiziyev revanşını ala biləcəkmi?